Gözəl qızlarım, üzüdən keçibsiz, üzünüz gülür, hamınıza şükürlər olsun, hər şey yaxşıdır. İlk növbədə Səyara xanım sizdən başlayaq, bugün paket analizdən keçibsiz. 18 ildən sonra yolunuz çox uzun idi, düzdür. Əvvəl həmləlik baş verirdi sizdə bir 10 il bundan əvvəl, amma inkişafdan qalmalar olurdu, düşüklər olurdu, sonra gəldiniz yanıma. Düzdür, uzun oldu, 3 ilə yaxın gəldiniz, amma şükürlər olsun. Diaqnozasiya sizdə polikistoz idi, genetik faktor, hormonal faktor, keyfiyyətsiz follikullar idi və müalicəmiz 3 ilə yaxın oldu. Hal-hazırda 34 həftəyə çatdıq, əkiz həmləlikdir. Paket analizlərimizdə hamısı yaxşıdır. Artıq bir təyin edirik, əməliyyatımızı düzdür. İndi biz planlaşdırırıq ən azı 37 həftəyə çataq, amma baxaq necə olar. Bir həftəyə sizdə uşaqlıq boyun qısalıq ucu demək olar 1 santiyə. Həqiqətən Ümrə xanım, 18 ildən sonra bu arzuma sizin sayənizdə çatdım. Həqiqətən inanmırdım ki, bu həftəyə çataram. Çox sayılı problemlərim var idi. Sizin düzgün müalicəniz sayəsində. Hal-hazırda paketdən də keçmişik, 35 həftəyə çatmışıq. İnşallah sağ-salamat qucaqlanırıq. Körpələrini siz inşallah yola salarıq. Növbəti qızımız İrada xanım 43 yaşındadır və İrada xanım problemlər çox ağır idi. FSH 57, LH 32, antimüller 001, bir folikul 3 ilə yaxın gəldi. Hətta yanıma gələndə 6 ay menstrual sikl olmurdu. Klimaks başlamışdı. Müalicəni elədik, hər şeyi norma saldıq. Süni maylanmaya getmək istirdik, amma təbii yolla bir dənə folikulda olsa oldu və həmləlik baş verdi. Hələlik xıqımız qalxır, hələ hər şey yaxşıdır, narahatlıq yaşınıza görə, problemlara görə inşallah axıra kimi. Siz de paketdən keçirsiniz. Доктор, спасибо, я очень благодарна. Мы с вами будем идти до конца. İnşallah. Вместе все хорошо будет. Hər şey yaxşı olur, Allah qoysun. Aysel xanım artıq 27 həftəyə çatdınız. İkinci sonsuzluqdan əziyyət çəkirdiniz, problemləriniz çox idi. Yaş faktoru 41-42 yaşınız var və sairə problemlər idi. 3 kurs müalicə nəticəsində həmləlik baş verdi və həmləliyimiz çətin keçdi, amma şükürlər olsun, yavaş-yavaş gedirik, axıra az qalıb. Çok sağ olun. İnşallah axıra kimi çataq və körpəni yola salır. Növbəti qızımız 5 ildən sonra ağır yumurtalıq problemləri idi. Sizdə folikullar çox zəif idi, yetişib partlamırdı. FSH, LH çox az idi, 2-3 idi və müalicəmiz oldu 1 ilə yaxın. Şükürlər olsun, siz də 27-28 həftəyə çatdınız, həmləsiz. Çətin də olsa bu həftələr çatır. Çok sağ olun doktor. Her şey sizin sayenizde, sizin düzgün müalicələrinizin sayesinde ben de bu yerə gəlib çıxdım. Allah o qızıl əllərinizi var eləsin. Çok sağ olun. İnşallah sizi də körpəni yola salar. Hər şey yaxşı olur artıq. Qızımız doğuşa hazırlaşır. Ortaya çatmışıq. Bir dənə iradadan biraz narahatı. Sizdə də yaxşı olar. Çok sağ olun.